Bakının Xəzər rayonunda qısqanclıq zəminində yaranan mübahisə zamanı arvadını döyüb. Hadisə rayonun Binə qəsəbəsində baş verib. Şəri rayon sakini 1985-ci il təvəllüdlü Süleyman birgə yaşadıkları evdə həyat yoldaşı Zəhra ilə mübahisə edib. Mübahisəyə səbəb Zəhranın əlindən gizli mobil telefondan istifadə etməsi və həmin telefona şübhəli SMS-in gəlməsi olub. Həmin mesajı görən Süleyman münaqişə zamanı əli ilə arvadının bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirərək ona xəsarətlər yetirib. Faktla bağlı Süleyman barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində zərər çəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı ödədiyini bildirib. Zərər çəkmiş şəxs də ifadəsində əri ilə barışdığını təsdiqləyib. O ərinə qarşı heç bir şikayət və tələbinin olmadığını deyib. Xəzər rayon məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o cinayət məsuliyyətindən azad edilib.